Telefon xəttimizdə Respublikamızın, hamımızın əzizi, Respublikamızın xalq artisti Gülyanaq Məmmədovadır. Gülyanaq xanım, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun əzizim. Necəsiz? Rabbim uğurlu olsun. Çox sağ olun, yaxşıyam, yaxşı olasınız. Yaxşı olasınız. Təbrik edirik sizi. Çox sağ olun. Təşəkkür Övladınız ali məktəbə qəbul olub. Ay maşallah. Sağ olun. Təbriklər. Sağ olun, sağ olun. Sizi də qonaqlarınızı da salamlayıram. Bildiyimə görə orada Sinhan qardaşımdır, İsmail'i, Elnur'u, İlkini, Güllünü. Hamınızı salamlayıram. Biz de hamısını Bizə salamlayırıq sizi. Gözəl sənətkarımız. sənətkarımız. Balalardan sevgi versin. Hamımızın balaları cəmiyyətimiz üçün gözəl yetişsin, formalaşsın, savadlı olsunlar. Mən hamıya bu sevinci arzulayıram, tələbə anası olmaq. Bəli, biz də sizi təbrik Təbrik edirik. edirik. Gülyan xanım, Allah başlasın. tez bir zamanda sizi günə uğurla verişində gözləyirəm. İnşallah, inşallah. Bir işlərim çox yoğundur. Onları yoluna qoyun, məni gözləyirsən. İnşallah. Pünhan müəllim, təbrik edirik sizdə. Mən Seyida Sılrəyə özüm zəng edib təbrik eləmişəm. Gülyanaq xanımın qızına. Amma buradan da bir daha təbrik edirəm və çox sevinirəm ki, Gülyanaq xanımın övladları tərbiyəlidir, ziyalıdır, savadlıdır. Həm də Gülyanaq xanım əvəzsiz bir övlad yetişdirir, gələcəyin futbolisti. Maşallah. Allah qoysa, indi onun da səsi, sədası birazdan çıxacaq inşallah. Təşəkkür edirəm, Ziya qardaşıma da təşəkkür edirəm və hər dəfə Gülyan xanım zəng eləyəndə deyirəm ki, sən Allah Ziyada gözün olsun da. Deyir, mən niyə soruşmursan Ziya deyirsən həmişə? Deyirəm, sən də soruşuram. Gülyan xanım, eşidirsiniz? Bəli, bəli. Divan müəllim, siz mənim eşimin əzizlisiniz, mənim dəyərli qardaşımsınız. Mən sizin ailəsinizə qarşıma, İlhamə qarşıma bağlı olsun. Balalarım, anamı da arzulayıram, tələbatı qazansın. Mən ağabeytimin də çox anılarını oxumuşam. Ona görə istəyirəm ki, gözəl bir qardaşımın gözəl balaları. Orada hamınız mənim üçün doğmasınız. İsmail'ə də mənim eşimin əzizidir. Var olun Gülyan xanım. Bəzən sizin kimi sənətkarlarımızı qorumaq lazımdır. Bəzən sizinlə danışan zaman o sosial şəbəkədə bəzən neqativ rəylər yazılan zaman əsəbləşirsiniz. Əsəbləşməyin. Sizin kimi gözəl sənətkarları bizlər qorumalıyıq. Çox razıyam. Neqativ rəyləri ümumiyyətlə nə istəyirmiş ünvanıma. Ümumiyyətlə sevmirəm. Qəlb qırmaq yaxşı deyil. Bəli. Bir kere mənim heç qızım da görsün, mənim adımdan istifadə eləmirdi, inanlar. Özüm öz gücümə oxuyum. Bəli, sizin kimi sənətkarların qədrini bilməliyik. Can, çox sağ olun. Allah qorusun, dəyərli sənətkar. Təşəkkür edirik. Var olun, bir daha təbrik edirəm. Tez bir zamanda sizi burada gözləyirik. Yalçın mənim əzizim. Mən də Allah'tan sağlığı versin. Sənət uğurları, həyat uğurları arzulayın. Var olun, çox təşəkkür sağ olun. edirəm. Mən də qoşuluram təbrik edirəm təbii ki. 4 övlad anasıdır Gülyanaq xanım, dəyərli sənətkarımız. Həqiqətən qürur verici bir Qəhrəman andır. anadır. Bəli.